Hekayə. Adını bilmədiyim borc. 2021-ci ilin yayı idi. Sabunçu xəstəxanasının 3-cü mərtəbəsi. İsti, havasız divarlardan dərman qoxusu gəlirdi. Murad dəhlizdə plastik stulda oturmuşdu. Ayaqları keymişdi, amma qalxmağa qorxurdu. Birdən həkim çağırar, eşitməz. Anası içəridə idi, insulit. Danışa bilmirdi. Murad səhərdən bəri 4 dəfə həkimə yaxınlaşmışdı. Hər dəfə eyni cavab. Gözləyin. Cibində 17 manat vardı. Siyahını tibb bacısı vermişdi. Sistem, iynə, dərman 63 manat edirdi. Palatada başqa bir qadın vardı, təxminən 50 yaşlarında. Oğlu küncdə dayanmışdı. Üzünü divara çevirib ağlayırdı. Kimsə ona fikir vermirdi. Xəstəxana ağlamağa öyrəşmişdi. Axşamüstü həkim çıxdı. Təcili MRT lazımdır. Bugün olmasa risk var. Murad neçə manatdır deyə bilmədi. Səsi çıxmadı. O anda arxadan bir kişi yaxınlaşdı. Sakit, qara köynəkdə. Mən verərəm. Hardadır? Murad kişiyə baxdı, tanımırdı. Yox, lazım deyil. Lazımdır. Sabah gec ola bilər. Pulun necə verildiyini Murad xatırlamır. Yalnız MRT otağının qapısının bağlandığını, anasının xərəkdə aparıldığını xatırlayır. Ertəsi gün anası gözünü açdı. Danışmadı, amma Muradın əlini sıxdı. Kişini bir də görmədi, adını da bilmədi. İndi Murad hər dəfə xəstəxanadan keçəndə eyni şeyi düşünür. Bəzən bir adamın vaxtında dayanması bir ailənin dağılmamasına bəs edir. Müəllif Püstə Sahib qızı.